Naturals. Rəngə əminlik, özünə əminlik. Menstruasiya zamanı yeni və daha yaxşı təcrübəyə hazırsınız? Yeni Always Ultra bezlərini qarşılayın. İndi yeni və daha yaxşı üst qatı ilə həmşəkindən yumuşaqdır və ani güclü axıntını daha yaxşı obduraraq quruluğu təmin edir. Tanıdığınız və etibar etdiyiniz Always müdafiəsi ilə hər zaman arzuladığınız yumuşaqlığı hiss edin. Təravətli saç dibləri, Saç boyu nəmlənmə. Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə L'Oréal Paris'dən. Я хотел открыть школу для девочек. Eşitmisən də? Ne? Deyirlər ki, hacı qız uşaqları üçün məktəb tikdirir. Cəmaət arasında söhbət başlayıb ki, belə bir məktəb şəriətə zidd. Sizdən ricam budur ki, onları düz yola yönəldəsiniz. Siz şərəfinizlə, ləyaqətinizlə bir parça çörək qazanmaq üçün səhərdən axşama kimi əziyyət çəkirsiniz. Amma evlatlarımıza kim tərbiyə verir? Kim böyüdür onları? Qorxmayın, çəkinməyin. Bizim də qızlarımız savad almağa layiqdir. Necə olur ki, öz savadı olmayan hacı bizə savad vermək istəyir? Belələri bizim dinimizə, imanımıza xələl gətirir. Bizim dinimiz təhsil olan qızlar üçün sədd qoymur. O səddi qoyan bəzi cahil mollaların yanlış fətvalarıdır. Biz belə şeyə razı ola bilmərik və salam. Bu nadanlıqdır, bu cahillikdir. Bəlkə indilik geri çəkiləsən. Hər nəyin bahasına olursa olsun bu məktəb açılacaq. Allahu Ekber! Bu yazıq, nadan adamlar kör-körənə sənin kimlərin fətvalarına uyub şər işlər görürlər. Senin kimilərində namusu var, nə də kişiliyi. Bizim qızlarımızın tərbiyəsi ilə məşğul olmağına heç bir xeyir dua verə bilmərəm. Sən mənəm, kim vurub səni? Məktəb açırsan ki, savad verəsən, amma savad yoxdur, məktəb aça bilmirsən. Axşamınız xeyir, aktual gündəm efirdədir. Əslində bugün gündəm kifayət qədər zəngindir, amma bizim vaxtımızın və vədəmizin imkan verdiyi müddətcə bəzi vacib məsələlər istiqamətində bu axşam yenə müzakirələr aparacağıq, müəyyən şərhlər verməyə çalışacağıq. Bildiyiniz üzrə Rusiya prezidenti Vladimir Putinin Çinə kritik səfəri reallaşdı və Çin lideri ilə görüşlər həyata keçirildi. Birgə bəyannamə imzalandı, mətbuata liderlər birgə bəyanatlarla çıxış elədilər. Onların vermiş olduğu mesajlar istiqamətində həm də bu axşam müzakirə aparacağıq. Bu mesajlar və bu siqnallar nədən ibarət oldu? Əsas bu məqamlar istiqamətində müzakirəmizi belə deyək, qurmağa çalışacağıq və qeyd olunur ki, pərdə arxasında da bir sıra məsələlər əlbəttə ki, Çin lideri və Rusiya lideri arasında müzakirə edilib. Burada həm Rusiya-Ukrayna məsələsinə toxunulub. Eyni zamanda Rusiya prezidentinin Çin səfərinə gedişi Donald Trump'ın Pekinə səfərinin ardından baş tutdu 4 gün sonra və burada əslində ABŞ-İran məsələləri də güman ki, müzakirə edilib. Ümumi mənzərə nədən ibarətdir? O mənzəriyə həm də nəzər salmağa çalışacağıq. Bəzi ekspertlər deyirlər ki, əslində Rusiya prezidentinin Çin səfərindən sonra onun Ukraynada əli qolu daha da genişlənəcək və Ukraynada ciddi həmlələr həyata keçirəcək. Çünki analitiklər belə hesab edirdilər ki, Rusiya-Ukrayna savaşı başlayanda əslində Çin lideri Rusiyaya
təminat vermişdi ki, mən sənin yanında olacağam, ancaq o halda yanında olacağam ki, sən bu müharibəni Ukrayna sərhədlərindən kənara çıxarmayacaqsan. İndi isə hazırda Ukrayna ərazisindən və Ukrayna əslində Baltikyanı ölkələrin hava məkanından istifadə etməklə Rusiyaya dron zərbələri endirir. Nəticə etibarı ilə Moskva bu zərbələrə əslində cavab zərbələri ilə geri dönüş etmir. Və Moskvanın belə susqunluğu sabah ekspertlər qeyd edir ki, Ukraynanın nəticə etibarilə Rusiya ərazisinə raket zərbələri endirməsi ilə də nəticələnə bilər və əslində Pekində həm də bu məsələlərdə müzakirə olunub və ola bilər ki, Çin lideri ilə Rusiya lideri arasında bu məqamlarda da razılıqlar əldə olunub və Rusiya ola bilər ki, endirilən bu Ukraynanın zərbələrinə artıq cavab zərbələri ilə geri dönüş etsin. Əslində Zelenskidən də son dəqiqə açıqlaması gəldi. Məhz bu məsələ ilə bağlı həmin son dəqiqə açıqlamasında da bildirilir ki, Ukrayna Rusiya ərazisinə endirilən uzaq mənzilli zərbələrin coğrafiyasını genişləndirməyə hazırlaşır. Ciddi siqnallardır. Ümumiyyətlə bu səfərdən sonra Rusiya-Ukrayna savaşını necə bir tali gözləyir, eləcə də ABŞ-İran arasındakı mövcud gərginlikdə davam etməkdədir. Elə Donald Trumpdan da son dəqiqə açıqlaması gəldi. Bildiyiniz üzrə Netanyahu ilə İsrail baş naziri ilə uzun-uzadı bir telefon danışığı olmuşdu. Lakin bu telefon danışığının detalları açıqlanmamışdı. Lakin Trumpın artıq vermiş olduğu siqnallar bu telefon danışığında da hansı məsələlər üzərində müzakirə edilib, o detallara da diqqət çəkildi və Trump bildirdi ki, mən və Netanyahu İran məsələsində həmfikirik. İndi sual yaranır. Əslində bir sıra ekspertlər də deyirdi ki, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi nədir? Danışıqlardan yana olmaq və bu böhranı, İran böhranını danışıqlar yolu ilə həll etmək. Amma məlum məsələ idi ki, İsrail daha çox müharibəni, savaşı aparmaq mövqeyində və nöqtəsində idi, o mövqedə idi. İndi Netanyahu ilə həmfikirik deyəndə Trump əslində nəyi nəzərdə tutur? Yəni, Amerika Birləşmiş Ştatları İrana müəyyən zərbələr endirməyi artıq nəzərdən keçirirmi? Bu nöqtədə Sepahdan da ciddi açıqlamalar gəldi ki, əgər Birləşmiş Ştatlar bizə qarşı həmlə həyata keçirərsə, yenidən müharibəni başladarsa, o zaman bizim də sürprizlərimiz olacaq. Nə kimi sürprizlər olacaq? Sual doğuran məqamlardan biri də budur. Sepah bildirir ki, bu artıq regional bir müharibə olmayacaq. Regionun hüdudlarını aşan bir savaş olacaq. Həqiqətən də bu istiqamətdə də ciddi siqnallar mövcuddur. Marco Rubio'nun da açıqlaması var idi. ABŞ dövlət katibinin ki, biz əslində uran ehtiyatlarının Rusiyaya təhvil verilməsi planını nəzərdən keçirməmişik. İndi sual doğuran məqam həm də budur ki, uran ehtiyatlarının Rusiyaya təhvil verilməsi məsələsi kimlərin ideyası və senarisidir. Ümumiyyətlə bu məsələ də niyə ortaya atıldı? Bu axşam qonaqlarımız, studiyamızın qonağı siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Bizimlə isə Zoom bağlantısında Türkiyədən bizə qoşulub siyasi şərhçi Emrə Dinərdir. Hər ikinizin axşamı xeyir olsun. Axşamınız xeyir olsun. Teşekkürler, sağ olun Arzu Hanım. Muhammed Bey de iyi akşamlar diliyorum. Təşəkkürlər Emrə bəy. Elə sizdən başlamaq istəyirəm. Buradan başlayaq öncə, çünki bütün dünyanın da diqqəti əslində Putinin Çin səfərindədir və liderlərin də birgə bəyanatla çıxışları oldu və Rusiya prezidenti bildirdi ki, bizim Çinlə son 25 ildə ticarət dövriyyəmiz 30 dəfədən çox artıb. Yaxın Şərqdə qeyd elədi ki, Rusiya prezidenti
prezidenti mövcud olan problemlərin fonunda Rusiya Çin üçün əsl etibarlı resurs təchizatçılarından biridir. Digər tərəfdən də Çin liderinin də açıqlamaları oldu. Çin lideri də bildirdi ki, qlobal etibarlı əməkdaşlıq sistemi qurulmalıdır dünyada və dünyada xaos hökm sürdüyü belə deyək müddətcə və bu fonda əslində Rusiya və Çin əlaqələri stabillik bir göstəricisidir həm də. Yəni diqqət etsək, Rusiya liderinin açıqlaması daha çox iqtisadiyyat üzərinə köklənmişdi, amma Çin liderinin açıqlamaları isə belə deyək beynəlxalq münasibətlər kontekstində idi. Bu bizə hansı mesajları verir Əmrə bəy? Şimdi Arzu Hanım, öncelikle hatırlayacağınız üzere geçtiğimiz hafta ABD Başkanı Donald Trump Çin Başkanı Xi'nin yanına gitti Pekin'e. Orada üst düzey bir şekilde, iyi bir şekilde ağırlandı. Akabinde elbette Rusya Devlet Başkanı Putin'in gitmesi bize aslında biraz tarihten de bazı sinyaller veriyor. O sinyalleri nedir diye cevaplandıracak olursak, hatırlayacağınız üzere takvimler 1945'i gösterdiğinde Kırım'da bir önemli bir zirve var. Bu zirveye Amerika Birleşik Devletleri'nden Rusya'dan Stalin ve İngiltere'den Churchill katılmıştı. Dolayısıyla burada yeni dünya düzeni, yani yeniden bir dizaynın yapmış olduğu o hamle 1945'ten bu yana hala da sürüyor. Bu da dünyanın paylaşılması, yetki alanlarının paylaşılması, bazı bölgelerin paylaşılması gibi önemli bir toplantı gerçekleştirilmişti 45'te. Şimdi sanki de aynı tarih bir kez daha tekerrür eder gibi bu sefer Çin'de toplandı. Rusya, Amerika Birleşik Devletleri ve Çin. Burada şimdi iki tane liderin çok kritik bir açıklaması var. Siz de ifade ettiğiniz gibi. Orman kanunları artık dünya genelinde işleyişe geçmeye başladı. Buna dur denilmesi gerekiyor ifadesi kullanıldı. Özellikle Xi akabinde bu sözü bir de Putin de tescilledi. Dolayısıyla burada şu mesaj artık Amerika Birleşik Devletleri'nin tek başına olan hegemonyasında dünya oldukça rahatsız. Sadece siyasi anlamda değil, bu Amerikan hegemonyası aynı zamanda ticaret unsurlarının, enerji unsurlarını da bir çıkmaza sürükledi. Çin olarak da ve Rusya olarak biz rekabet yerine güç paylaşımını halihazırda teklif ediyoruzun diplomatik tarzda bir çağrısı aslında. Dolayısıyla burada genel çerçeveye bakıldığı zaman, ülkeler bazına baktığımız zaman Amerika Birleşik Devletleri Çin görüşmesinde en büyük konu Tayvan. Bu net. İran konusu biraz daha perde arkasındaydı. Şimdi Rusya ile Çin arasındaki görüşmelerde de Tayvan yok ama Ukrayna var ve İran var. Şimdi burada tabii ki ayrışıyor dış politikalar. Hem dış politikası ayrışıyor, hem Amerika'nın kendi gündem maddesi ayrışıyor. Tabii Çin'in de gündem maddesi ayrışıyor. Şimdi bu iki lider en güçlü ihtimalle hangi konularda anlaştı veya hangi konular gündeme geldi aslında bu nasıl yapmak? Bunlardan bir tanesi NATO ve Pasifik baskısına karşı Amerika Birleşik karşı. Yani Çin'in vermiş olacağı ve Rusya'nın vermiş olacağı cevap. Yani NATO ve Pasifik baskısı nasıl kurtulabiliriz? Bu birinci madde. İkinci, Batı'ya karşı farklı tonlarda hareket etme anlayışı. Yani Batı'ya karşı farklı bir ittifak kurulması. Bu bağlamda da BRICS topluluğunun, BRICS'in daha çok gitmesi. Ancak bu şekilde Amerika Birleşik Devletleri'ne karşı bir blok oluşturmuştur muhtemelen. En muhtemel konu başlığı. Ve bunun yanı sıra en önemli unsur ki bu İran Savaşı'nda, Hürmüz krizi savaşında Bizdə bağlantıda müəyyən problemlər yaranır. Biz bağlantını bərpa edənə qədər Məhəmməd bəy ilə müzakirəmizə davam edək. Məhəmməd bəy, siz necə hesab edirsiniz? Rusiya ilə Pekin arasında hansı anlaşmalar əldə oluna bilər bu görüşdə? Əmrə bəy bildirdi ki, Qərbə qarşı da ciddi anlaşmaların olduğunu varsaydı. Bilirsiniz, Vladimir Putin Çinə səfər etməmişdən əvvəl müəyyən bir qeydlər etdi. Dedi ki, Çinlə dünyanın yeni nizamlanması, yeni qütbləşməsi istiqamətində bir razılığa da gələcək və
təbii ki, Donald Trump'ın Çin görüşündən sonra Vladimir Putinin Çinə görüşü, yəni göründüyü kimi dünya qlobal sisteminin formalaşması, siyasi nizam artıq Pekinsiz olmur. Moskva və Vaşinqton bilirsiniz ki, Ukraynada geopolitik savaş aparırlar. Dünyanın bölüşdürülməsi, çox qütblü dünya qurulması istiqamətində demək olar ki, bunlar Ukraynada vəkalət müharibəsi aparır. Amma proses Çinsiz olmur. Əvvəllər bütün qərarlar Ağ Evdən verilirdi, sonra Moskvadan, SSR vaxtında yeni güc ortaya çıxıb. Bu Çindir, Pekindir, dünya iqtisadiyyatında demək olar ki, hərbi qüdrətini də getdikcə inkişaf etdirir. Vaşinqton və Moskva yeni dünya siyasi nizamı deyir. Bax, həmin yeni dünya siyasi nizamında Çin artıq öz yerini tutur. Amerikada, həmçinin Rusiyada artıq Pekinlə razılaşırlar və yeni dünyanın siyasi nizamında Pekinsiz nə Vaşinqton qərar verə bilir, nə Moskva. Yəni, hər iki lider Pekinə gəldi arda-arda. Düşünürəm ki, Çin tərəfi daha çox təhlükəsizlik hərbi sahədə Qərbə qarşı müəyyən bir siyasi hərbi blokun formalaşmasında Rusiya ilə əməkdaşlıq edəcək. Çünki Qərbi və onun başında duran Amerika Birləşmiş Ştatlarını xüsusilə yaxın şərqdə mürəkkəb bir strateji böhrana sürükləmək. Amma iqtisadi cəhətdən təbii ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında çox ciddi şəkildə bağlar var və Donald Trump'ın Pekinə səfərində İran məsələsi, Tayvan məsələsi, Ukrayna məsələləri müzakirə olunsa da, yəni ciddi şəkildə razılaşma da olmadı. Çin təbii ki, Amerikanın istəklərini vermədi. Siyasi və hərbi məsələlərdə, təhlükəsizlik məsələsi də, amma iqtisadi məsələdə bəli razılıqlar olundu. Bəs demişdilər, Çinlə Amerika Birləşmiş Ştatları Hörmüz məsələsində razılaşıblar. Hörmüz məsələsində razılaşma olsaydı, Hörmüz boğazı açılardı. Hələ də blokada davam etməkdədir və artıq İran ətrafında yeni hərbi eskalasiyanın yenidən başlanması da istisna deyil. Və xüsusilə Putinin Çində apardığı görüşlər və imzalanan müqavilələr, razılaşan bəndlər fikir versək, iqtisadi, enerji, təhlükəsizlik, hibrid təhlükəsizlik, Qərbə qarşı yeni bir koalisiya, Ukrayna məsələsində düşünürəm ki, pərdə arxası, bayaq siz də bu məsələni qeyd etdiniz, Rusiya elektronika cihazlarının verilməsi, lojistika dəstək, Çin qəti şəkildə Rusiya və Ukraynada məğlubiyyətində maraqlı deyil. Müharibənin davam etdirilməsində maraqlıdır. Bir tərəfdən Rusiya zəiflir, bir tərəfdən Qərb, həmçinin Amerika bu məsələdə demək olar ki, başı qarışır. Həmçinin İran münaqişəsinin də həllində bir o qədər də maraqlı deyil. Baxın, Çinin yüksəlişi nə vaxtdan meydana çıxdı? Rusiya-Ukrayna müharibəsi, tərəflərin demək olar ki, apardığı müharibədə qalibin olmaması, yaxın şərqdə baş verən proseslər və burada da kifayət qədər ciddi qalibin olmaması Çinin yüksəlişinə gətirib çıxartdı. Və Çinin səbri, təmkinli, apardığı strateji siyasət bu günləri Vaşinqtonu və Moskvanı müəyyən qədər Pekinə asılı vəziyyətə saldı. Əmrə bəy, siz də hesab eləyirsiniz ki, Amerika Birləşmiş Ştatları azalan gücdür, Çin isə yüksələn gücdür. Kesinlikle. Şimdi İran Savaşı'nın uzaması aslında Çin'in işine yarıyor. Rusya'nın da işine yarıyor. Dolayısıyla biraz daha Amerika Birleşik Devletleri, işte taahhüt füze savunma sistemlerini biliyorsunuz Güney Kore'den çekti, Japonya'dan, Pasifik'ten çekti. Dolayısıyla etkisiz hale getirilmek, güçsüz bir Amerika Birleşik Devletleri oluşturarak burada Çin kendi isteklerini Amerika'ya, patron benim artık senin sözünün bittiği yere geldik, benim isteklerimi ver tarzında bir politika uyguluyor. Bu çok net, açık. Çünkü Tayvan konusunda bakın orada Çin lideri Xi ile Trump arasındaki tokalaşmada bile Çin devlet başkanı Xi'nin Amerikan başkanına vermiş olduğu çok net bir tavır vardı. Hani ben Macron değilim veya ben başka bir lider değilim, sen benimle el tutuşamazsın tarzında bir dik duruş vardı ki bu çok konuşuldu. Bu beden dilinde biz artık eşit liderleriz. Yani biz iki eşit süper gücüz. Sen süper güçsen, ben de süper gücüm. Dolayısıyla bana gereken saygıyı göstermek zorundasın aslında. Bir iletişimci olarak söylüyorum, beden diliyle.
Şimdi tüm bu koşullara bakıldığı zaman zaten Trump'ın oraya yardım isteyen bir Amerikan başkanı olarak gittiğini çok net bir şekilde görüyoruz. Dolayısıyla burada böylesi bir Amerika Birleşik Devletleri haline geldiğini hesap eden Çin Devlet Başkanı Xi elbette Tayvan konusunda dikkat edecek. Sadece Tayvan konusunda değil, bugün Küba konusunda da Amerika Birleşik Devletleri ile Çin halihazırda yeni bir rekabet ortamına doğru gidiyor. Dolayısıyla burada diyor ki hatta Çin Başkanı Xi bunu çok kez vurguladı. Tam 3 kez aynı laf kullanması oldukça enteresan. Güçlerimizi paylaşalım, birbirimize rekabet etmeyelim kelimesi. Aslında diyor ki burada artık dünya çift kutuplu dünyaya gitti. Yani senin alanın ayrı, artık senin mevcut lafının geçtiği yerler ayrı, benim lafımın geçtiği yerler ayrı. Dolayısıyla ben programın başında onun için 1945'teki tarihi görüşmeyle şu anda aynı tarihin tekerrür ettiğini ifade ediyorum. Əmrə bəy, bəs bu Çin liderinin ədalətli qlobal idarə etmə sistemi yaradılmalıdır deyəndə nəyi nəzərdə tutur? Hətta bunu artıq ikinci dəfədir ki, ifadə edir. Mən belə xatırlayıram, Şət sammitində də Tianjin şəhərində keçirilən, həmin sammitdə də məhz bu ifadədən istifadə etmişdi ki, ədalətli qlobal idarə etmə sistemi yaradılmalıdır. Çinin nəzərindəki o ədalətli qlobal idarə etmə sistemi necədir? Ya şimdi aslında burada kapitalizmin artık bitmesi gerektiğini, sosyalizm ölçekli bir dünya düzenine doğru evrilmeyi herhalde öneriyordur. Çünkü genel çerçevede bakıldığı zaman kapitalizmin artık geldiği nokta aşırı tüketim ama üretim yok. Dolayısıyla bu tip ekonomi çarklarının artık dönmeyeceğini, zaten bir de aynı keza şunu da söyleyelim ki bunu sizle de çok konuşmuştuk Arzu Hanım. İran Savaşı'ndan sonra hiçbir şey zaten eskisi gibi olmayacak. Çok ayrı bir dünyaya gidiyoruz gerçekten. Mesela şimdi birçok ittifaklar değişecek. Çin'in halihazırda ifade etmiş olduğu o çağrının altında yatan kapitalizmin artık bittiği noktası. Ama indi Məhəmməd bəy niyəsə sizlə razılaşmır. Deyir kapitalizm məsələsi ilə əlaqəsi. Əmrə bəy qeyd edir ki, sosializmi dünya idarə etməsinə daha çox ixrac etməyə çalışır. Amma düşünürəm ki, bu belə deyil. Çin sosializm sözdə quruluşu olsa da bilirsiniz ki, açıq qapı siyasəti həyata keçirildi. Kapitalizm sistemi demək olar ki, praktikada var. Və hesab edirəm ki, Çin daha çox ədalətli idarə etmə deyəndə daxili işlərə qarışmamaq, dövlət çevrilişi, inqilablar həyata keçirməmək xüsusilə bu mesaj birbaşa Amerika Birləşmiş Ştatlarına ünvanlanmış bir mesajdır. Ədalətli idarə etmə sistemi. Çünki bilirsiniz ki, Amerika Birləşmiş Ştatları bəzi bir neçə dövlətlərdə, elə çox dövlətlərdə inqilablar həyata keçirir, onun prezidentlərini oğurlayır, elə Venezuela, İran məsələsi. Təbii ki, Çin bundan narahatdır. Təbii Çin demokratiyanın əleyhinədir. Deyirsiniz Çin super gücdür, niyə narahat olsun Çin? Yox, super güc deyəndə, super güc olmaq uğrunda demək olar ki, mübarizə aparır, müəyyən dərəcədə ona gəlib çatır. Amma qeyd etdiyim kimi, Çin bəli, demokratiyanın əleyhinədir, insan və hüquq azadlıqlarının əleyhinədir. Sadəcə olaraq Çin liberallaşmanın da əleyhinədir. Çin iqtisadi bir əlaqələr qurmaq, müəyyən bir rifah və bununla Çinin yüksəlişi nədən oldu? Məhz yumşaq güc vasitəsilə. Nəqliyyat yollarını bilirsiniz, İpək yolu, Orta Dəhliz, bir tərəfdən Afrikada da böyük iqtisadi yatırımlar etdi, Yaxın Şərqdə də iqtisadi yatırımlar. Bir növ Çin idarə etmədə iqtisadi əməkdaşlığı daha çox önə çəkir. Düşünürəm ki, bu da pis deyil. İqtisadi əməkdaşlıq bu xalqların sosial rifahı və iqtisadi əməkdaşlıq ilə özü sülhə və təhlükəsizliyə xidmət edən əsas faktordur. Və hesab edirəm ki, Çinin bu siyasəti təbii ki, Amerika Birləşmiş Ştatları və Avropa tərəfindən də çox ciddi şəkildə narahatlıqla qarşılanır. Çünki bu Çinin geosiyasi qlobal bir güc olması deməkdir, yumuşaq güclə. Məsələn, Amerika qlobal gücü yalnız silah yolu ilə, digər ölkələrə qarşı sərt güc tətbiq etməklə bu jandarmı gücü qəbul edib. Amma Çin yalnız yumuşaq güc vasitəsilə, iqtisadi əlaqələr qurmaqla, investisiyalar yatırmaqla bir növ Amerikadan həmin
hegemonluğu müəyyən qədər əlindən alır və indiyə kimi qeyd etdikləri çox qütüblü dünyanın formalaşması istiqamətində Çin hazırda demək olar ki, o siyasəti həyata keçirir və praktikada artıq reallaşır. Ona görə də Çin liderinin qeyd etdiyi kimi ədalətli idarə etmə sistemi buna əsaslanır. Çox qütüblü dünya olsun, böyük dövlətlər bir-birinə qarşılıqlı iqtisadi əlaqələr qursun, həmçinin kiçik ölkələrdə inqilablar, dövlət çevrilişləri, bir ölkənin digər ölkəyə qarşı hərbi müdaxiləsi baş verməsin. Yəni göründüyü kimi bir növ dünyada beynəlxalq siyasi nizamın degradasiyası gedir, təhlükəsizlik riskləri çoxalır və bir növ Çin sabitləşdirici bir ölkə kimi ölə çıxır. Bəli, Çin böyük bir şərq əjdahassıdır və yüksəlir, iştahı da böyüdür və bu ilk növbədə Amerika Birləşmiş Ştatları və Rusiya ilə müəyyən mənada anlaşmalıdır. Emre bəy, bildirir ki, bəzi ekspertlər Çin, Rusiya, Ukrayna savaşının bitməsində maraqlı deyil. Eləcə də ABŞ-İran savaşının da bitməsində maraqlı deyil. Elə biraz əvvəl Məhəmməd bəy də çıxışının əvvəlində bu məsələyə toxundu. O zaman biz Çini sabitləşdirici beynəlxalq qüvvə kimi qəbul eləyə bilərikmi? Evet, tam da öyle. Aslında ben biraz önceki açıklamamın devamını da getireyim. Şimdi Birleşmiş Milletler'de artık Birleşmiş Milletler işlevini kaybetti. Biliyorsunuz hiçbir etkisi kalmadı. Dolayısıyla Çin'in aslında Birleşmiş Milletler'ine benzer daha adaletli bir sistem. Yani Amerika Birleşik Devletleri'nin sadece bir oyuyla çok önemli dünya kararlarının veto edilmesine karşı çıkıyor aslında. Yani burada demek istediğim aslında hani sosyalist mantığını biraz daha adalet çerçevesinde istiyor Çin. Yani Amerika Birleşik Devletleri gibi değil. Mesela Amerika Birleşik Devletleri Venezuela kaba tabir olacak belki ama özlüyorum çökme. Yani gidip çökme stratejisi izliyor. Ama mesela bir Çin'in Küba'daki stratejisine baktığımız zaman kendisini bağımlı hale getirip yani bir yandan insani olarak yardım ediyor ama bir yandan uzun vadede kendisini bağımlı hale getiriyor. Şimdi arada iki nüans farkı var. Dolayısıyla Çin diyor ki daha insancıl, daha adaletli, işte daha demokratik bir düzen artık oluşsun. Burada da Çin de yumuşak güç olarak dünyanın yarım küresinde kalsın. Aslında demek istediğim nokta bu. Şimdi Çin mi istiyor, istemiyor savaşından ziyade silah baronları istemiyor aslında savaşın bitmesi. Çünkü gerçek manada bakın ben şimdi size bunu da paylaşmak istiyorum aslında. Burada önümde almıştım. Gəlin biz reklam fasiləsindən sonra sizin o qeydləriniz istiqamətində müzakirəmizi davam etdirək. Reklam fasiləsinə ayrılmalıyıq Emre bəy. 12.000 manat ödəyərək öz mənzilinə sahib ola bilərsən. Kristalın yeni Sumqayıt yaşayış kompleksində 58 kvadrat metr tam təmirli 2 otaq mənzil səni gözləyir. İstər ipoteka, istər daxili kreditlə. Seçim sənindir. Təmir üçün əlavə xərc və vaxt itirmədən birbaşa öz evinə köç. Sumqayıt şəhəri Sülh küçəsində yerləşən geniş həyəti, yaşıllıqla əhatələnən parkı, yüksək keyfiyyətli materiallarla tikilmiş binada mənzil sahibi olmaq istəsən, Ulduz 1544-ə zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Təravətli saç dibləri, saç boyu nəmlənmə, Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır, Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə L'Oreal Paris'dən. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Ağ saçlar artıq keçmişdə qaldı. L'Oreal Paris'dən Excellence Krem qalıcı boyası. Ağ saçları 100% boyuyur. 10 dəfə daha çox nəmləndirir və daha qalıcı nəticə verir. L'Oreal Paris'dən Excellence Krem. Mən buna layiqəm. Təmir etməyə yox, yaşamağa başla. Çünki Park Yasamalda tam təmirli mənzillər satışdadır. 2 otaq studiyadan 4 otaqlıya qədər fərqli seçimlərlə xəyal etdiyin mənzilə sahib ol. Yasamal Gölü, parklar və şəhərin əsas nöqtələrinə yaxınlıq burada yaşamağı daha rahat edir. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə
ilə şəhərin bütün istiqamətlərinə yaxın yerdə evin olsun. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Ağsaçlar artıq keçmişdə qaldı. L'Oreal Paris'ten Excellence krem kalıcı boyası. Ağsaçları 100% boyuyur. 10 dəfə daha çox nəmləndirir və daha qalıcı nəticə verir. L'Oreal Paris'ten Excellence krem. Mən buna layiqəm. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Ağsaçlar artıq keçmişdə qaldı. L'Oreal Paris'ten Excellence krem kalıcı boyası. Ağsaçları 100% boyuyur. 10 dəfə daha çox nəmləndirir və daha qalıcı nəticə verir. L'Oreal Paris'ten Excellence krem. Mən buna layiqəm. İndi isə hava proqnozuna keçid edin. Willkommen auf unserem Festival. Oh, Hirlan Weißbierstei. Xırdalandan yenilik, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azerbaycan'da hazırlanıp. Xırdalan Weissbier Style Alman tərzində pivə. Ağsaçlar artıq keçmişdə qaldı. L'Oreal Paris'ten Excellence krem kalıcı boyası. Ağsaçları 100% boyuyur. 10 dəfə daha çox nəmləndirir və daha qalıcı nəticə verir. L'Oreal Paris'ten Excellence krem. Mən buna layiqəm. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə L'Oreal Paris'ten. Ağsaçlar artıq keçmişdə qaldı. L'Oreal Paris'ten Excellence krem kalıcı boyası. Ağsaçları 100% boyuyur. 10 dəfə daha çox nəmləndirir və daha qalıcı nəticə verir. L'Oreal Paris'ten Excellence krem. Mən buna layiqəm. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə L'Oreal Paris'ten. İndi isə hava proqnozuna keçid edin. Willkommen auf unserem Festival. Oh, Hirlan Weißbierstei. Xırdalandan yenilik, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azerbaycan'da hazırlanıp. Xırdalan Weissbier Style Alman tərzində pivə. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə L'Oreal Paris'ten. Bəli, biz davam edirik. Emre Bey, eşidək sizi, qeydlərinizi en son səsləndirdiniz. Buyurun. Evet, şimdi demiştik ki yayından önce, reklamdan önce daha doğrusu, dünya silah ticaretini yapan silah baronları bu savaşın bitmesini istemiyor. Yani krizin bitmesini istemiyor. Ne Rusya, Ukrayna, ne işte İsrail ile Hamas arasındaki savaş, ne de Amerika ile İran arasında. Şimdi küresel askeri harcamalar Stockholm Uluslararası Barış Araştırmalarının yayınladığı yeni bir rapor var. 2 gün önce yayınlandı. Küresel askeri harcamalar 2.9 trilyon dolara yükseldi. Ve aynı raporda dünya ekonomisinin %2,5'u artık doğrudan sadece askeri harcamalara ayrılıyor. Ve Avrupa'daki askeri harcamalarda %14 yükseliyor. Bu da oldukça rekor Avrupa tarihinde. 864 milyar dolara çıkıyor.
Dolayısıyla böyle bir atmosferde, böyle bir ortamda hatırlayacağınız üzere ne demişti, Rus lider Putin ne demişti? Ukrayna Savaşı'nda artık bitime doğru gidiyor. Tam bu açıklamasının akabinde Ukrayna dronları Moskova'yı bombaladı. Dolayısıyla demek ki savaşın bitmesini istemeyen bir takım başka güçler var. Dolayısıyla pek de aslında bu çatışmalar uzun vadede, yani daha doğrusu yakın vadede biteceği de benzemiyor demek mümkün aslında. Bir də son dəqiqə belə deyək, inkişaflar da var. Bu ABŞ-İran istiqamətində Donald Trump'ın açıqlamaları ki, Netanyahu ilə mən əslində İran məsələsində həmfikirik və mən nə deyəcəmsə Netanyahu da onu edəcək. Digər tərəfdən də Amerika Birləşmiş Ştatları Senatı tərəfindən prezidentin müharibə səlahiyyətləri məhdudlaşdırıldı. İndi sual yaranır ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump İrana bir həmlə, yenidən müharibə başlaya bilərmi? Bir həmlə gerçəkləşdirə bilərmi bu nöqtədə və bu həmləni gerçəkləşdirərsə hansı istiqamətlər üzrə İrana hücum planlaşdırıla bilər? Evet, şimdi burada özellikle şimdi İran'ın nükleer programı olsun, gerekse Hürmüz Boğazı'nda konusundaki müzakere tam bir çıkmaza girdi. Bir belirsizlik ortamı var ve Amerika Birleşik Devletleri İran'a ne yaptıysa bir türlü İran'ı sert tavizler verme noktasında tam sıkıştıramadı işin açığı. Dolayısıyla en son alternatif ne oldu? O da bir kez daha askeri müdahale gündeme geldi. Şimdi burada özellikle Körfez ülkeleri biliyorsunuz 3 günlük bir süre istedi. Yani biz müzakere edeceğiz, görüşeceğiz. Amerika'ya dedi ki saldırma, bize biraz müsaade ver. Aslında burada iki tane ana eksen var. Birincisi şu, İran söz konusu uranyumu Rusya'ya verir diyor. Yani Rusya'ya vermeyi teklif etti. Bu çok ciddi bir iddia. Ben Amerikan basında çok her gece takip ediyorum. Bu iddia oldukça önemli. Yani Amerika'ya biz direkt vermek istemiyoruz diyor Washington'a. Biz Rusya'ya veririz. Rusya'dan böyle bir şey ancak bu şekilde kabul edilebilir. Halihazırda zaten Putin de bunu istiyor. Ama Amerika Birleşik Devletleri bu konuda net bir şekilde bir cevap vermiş değil aslında. Henüz. Əslində Marco Rubio'dan bir açıqlama gəldi bununla bağlı. Bildirdi ki, biz uran ehtiyatlarını Rusiyaya, İranın uran ehtiyatlarının Rusiyaya verilməsi ilə bağlı bizim heç bir planımız yoxdur. Amma o uranı məhz Rusiya İrana verir. Maraqlı tərəf ondan ibarətdir. Biz o məsələyə gələcək, eşitək sizi. Şimdi burada bir kere Körfez ülkeleri herhangi bir İran saldırısı, yani Amerika'nın İran'a saldırısını istemeyen iki tane Körfez ülkesi. Bir tanesi Suudi Arabistan, bunlardan bir tanesi. Ürdün gibi ülkeler istemiyor. İsteyen kesim de Birleşik Arap Emirlikleri. Çünkü savaşın ilk başladığı anda, yani 28 Şubat'ta başlayan ilk savaşta en fazla zararı gören Birleşik Arap Emirlikleri oldu. Katar istemeyen, yani müzakere olsun diyor. Suudi Arabistan da aynı şekilde. Ama Bahreyn ve özellikle Birleşik Arap Emirlikleri bir savaş ortamını istiyor. Bu net. İndi Trump yeni bir müharibə başlada biləcəkmi Konqresin onun səlahiyyətlərinin məhdudlaşdırılması fonunda? Şimdi Trump artık bazı şeyleri net bir şekilde göze almak zorunda. Şimdi 47'ye 50 oranında zar zor Cumhuriyetçiler yeni bir savaş yeni geçirdi Senato'da. Siz de biliyorsunuz. Yani bu aslında Cumhuriyetçilerin de gitgide kongrede elinin zayıfladığını gösteriyor. Yani bu belirsizlik. Dolayısıyla burada Trump'ın bence son pozlarını artık oynayacağı, ama savaşı başlatırken ilk kendisi bir bizzat kara harekatından ziyade vekalet savaşı İran gibi yönetebilir. Onun için de Birleşik Arap Emirlikleri burada öncü olabilir. Yani Birleşik Arap Emirlikleri ilk fitili ateşleyebilir. Her ne kadar El Nahyan'la Netanyahu görüşmesinde, gizli görüşmede biz görüşmedik dese de birçok istihbarat emeklisi, analist diyor ki İsrail'in demir kubbe bataryaları Baye'de konuşlandırılmış. Hazır bir şekilde. Dolayısıyla ilk fitili atacak olan kesim Baye olur. Dolayısıyla bu savaşın başka bir yansıması da Körfez ülkelerinin artık birbirine karşı kutuplaştığı, bu da az önce de ifade ettiğimiz noktaya geldik. Körfez İşbirliği Teşkilatı da otomatikman artık işlerini kaybetmişler. Çünkü burada Baye İran bana saldırdı, bunun diyetini ödeyecek, bunun bedelini ödemek zorunda tarzında bir politika uyguluyor. Suudi Arabistan da bunu istemiyor. Suudi Arabistan da diyor ki
müzakereler konusunda Pakistan'la tekrardan anlaşarak Katar'da dahil, Türkiye'de dahil olmak üzere böyle bir müzakere ortamı olsun. Çünkü gerçek manada İran'a olacak müdahale her şeyi değiştirecek. Daha fazla kriz bulacak. Bu sefer enerjinin, petrol kaynaklarının bir anlamı olmayacak noktaya gidecek. Dolayısıyla burada bu tür ortam kimin işine gelmiş olacak? Elbette geliyoruz, dönüyoruz, Çin'in işine gelmiş olacak. Yarın bir gün Arzu Hanım, Muhammed Bey, birçok ülke der ki artık ben yakıt fosil kullanmak istemiyorum. Yeter, savaş çıkıyor, kan dökülüyor. Başka bir enerji boyutuna geçelim noktasında ülkeler birleşip böyle bir öneriyi Yəni alternativ enerjiyə müraciət edə bilərlər həmin ölkələr. Bu nöqtədə nəyi soruşmaq istəyirəm? Biraz əvvəl Məhəmməd müəllim dedi, nəsə dediniz, Rusiya mı verib uran ehtiyatlarını İrana? Düşünürəm ki, bilirsiniz ki, bu ciddi iddiadır. Ümumiyyətlə, həmçinin İranda atom elektrik stansiyaları da məhz Rusiya tikir. Bu şəhər atom elektrik stansiyasını. O məlumdur, amma uran ehtiyatlarının İrana verilməsi Rusiya. Rusiya verib. Mən hesab edirəm ki, Rusiyanın da elə marağındadır ki, yaxın perspektivdə İran nüvə silahını əldə etsin. Hətta İranın yeni lideri Xamnenin də bu barədə fətvası yoxdur nüvə silahı ilə bağlı. Əgər Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi əməliyyatları bərpa etməsə, mən düşünürəm ki, çox yaxın perspektivdə İran nüvə silahı əldə edə bilər. Onsuz da sentrifuqanı zəngirləşdirib 80-90%-ə yaxınlaşdırıblar. Və nüvə mərkəzləri müəyyən dərəcədə zərər görsə də, amma yer altında 400 kiloqrama qədər nüvə sentrifuqası qalmaqdadır. İkincisi, Amerika Birləşmiş Ştatları hazırda İrana qarşı müharibə başlayın və başlamamayım dileması qarşısındadır. Çünki davam edən 42-43 günlük müharibədə Amerika demək olar ki, strateji planına nail ola bilmədi. Rejim dəyişmədi. İranın hərbi potensialı kifayət qədər yerində qaldı. Buradan sadəcə olaraq zərər görən İsrail və Körfəz ərəb ölkələridir. Və həmin müharibənin gedişində Amerika öz şərtlərini İrana qəbul elətdirə bilmədi. Halbuki həqiqətən də həmin vaxt İranın vəziyyəti kifayət qədər pis idi, amma Sepah hakimiyyəti əl alan İslam İnqilabçıları Korpusu Amerika ilə anlaşmaya getmədi. Çünki Amerika konkret onlardan kapitulyasiya tələb edirdi. Ola bilərdi ki, müəyyən qədər Amerika kapitulyasiya yox, bir orta məxrəcə gəlinə bilərdi. Bu, Amerika Birləşmiş Ştatlarının da lehinə olardı. Həmçinin İranın da lehinə ola bilərdi. Əgər Amerikanın bir yolu var, İran üzərində qalib gəlməyə, ya kimyəvi silah atmalıdır, ya da nüvə silah atmalıdır. Və quru qoşunları da göndərə bilməyəcək. Əgər hərbi əməliyyatları başlasa, Konqres İrana qarşı müharibənin başlamaması barədə bir qətnamə qəbul edib, onsuz Amerika prezidenti İrana qarşı müharibə elan etməyib. Bu hərbi əməliyyat idi. Bu da 60 gün idi. Bunun vaxtı, artıq onun vaxtı da bitib. Payızda da Amerikada aralıq seçkiləri gələcək. Əgər Donald Trump hərbi əməliyyata başlasa da proseslər artıq onun əleyhinədir. Başlamasa da artıq Donald Trump demək olar ki, konqres seçkilərində düşünürəm ki, respublikaçılar uduzacaqlar. Çünki İranla bağlı onlar öz strateji məqsədlərinə çata bilmədilər. Rejim yerində qalır. 14 bəndlik təkliflər paketini İran tərəfi qəbul etmədi. Hətta Araqçı qeyd etdi ki, dedi ki, qalib tərəf, məğlub tərəfə müharibənin gedişində öz şərtlərini diktə etdirə bilmirsə, o qalib deyil, necə qalib olur? Hazırda da bir atəşkəs sayılıb, İranın havadan müdafiə sistemləri gücləndirilir. Çin kifayət qədər, həmçinin Rusiya İrana raket sisteminin yenidən bərpası, müəyyən silahların verilməsi istiqamətində də dəstək verirlər.
hazırda... Amma indi Çin lideri ilə ABŞ Bəli. liderinin görüşündə də Donald Trump bir açıqlama verdi ki, Silahlar Çin lideri verilməyəcək. mənə söz verdi ki, silah Elə verməyəcək. Rusiya ilə də bağlı Çin lideri söz vermişdi ki, biz Ukrayna müharibəsində Rusiya hər hansı bir raket komponentlərini və digər elementləri vermir. Mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları bilir ki, hərbi əməliyyatlara başlasa, demək olar ki, Körfəz ölkələrinin Birləşmiş Ərəb Əmirliyində nüvə mərkəzi İran hədəfi olacaq. Bu yaxınlarda bilirsiniz ki, onun yaxınlığına İran tərəfi PUA atıb, bu regionda radiasiya yarada bilər. İkincisi, neft oradakı quyuları, neft terminallarını İran darmadağın edəcək. Həmçinin İsrailə çox böyük zərbələr vuracaq. Yəni də Amerika Birləşmiş Ştatları öz istəyinə çata bilməyəcək. İkinci planda Xarq adasına bunlar qoşun çıxarsın, İranın neft terminallarını vurub dağıtsın. Yenə də Amerika qalib olurmu? Mən düşünürəm ki, yenə də qalib olmur. Qalib olmaq üçün quru qoşunlara getməlidir, Tehranda bayraq qaldırmalıdır. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları İran ətrafında iqtisadi blokadanı daha da inkişaf etdirməlidir, daha çox ciddi. İran neft tədarükünə qarşı çox ciddi şəkildə sanksiyalar tətbiq olunmalıdır və İranda sosial-iqtisadi vəziyyəti pisləşdirməlidir, xalq etirazlara qalsın. Amma bombalarla İranda sepah hakimiyyəti əldən veriləcək. Emrə bəy, siz də razısınız ki, Amerika Birləşmiş Ştatları bir hərbi əməliyyatlara başlayarsa, bu hərbi əməliyyatlar yenidən uğursuz olacaq. Növbəti sual Məhəmməd müəllim iddia elədi ki, uran ehtiyatlarını İrana Rusiya verib. Bununla bağlı siz nə düşünürsünüz? Evet, zaten bir başka programda da bunu tartışmıştık hatırlayacağınız üzere. Rusya'nın zaten İran'a yönelik böyle bir stratejik bir hamlesi var. Yani uranyumla ilgili. Dolayısıyla Müşteba Hameni'nin Moskova'da olması da tesadüf değil. Bunu da altını çizelim. Yani oraya işte tedavi olarak gönderildi. Yani tedavi olarak aldık. Burada tedavi görüyor şeklinde değil. Rusya burada halihazırda zaten devrim muhafızlarıyla birlikte de işbirliği yapıyor. Yani Moskova yönetimi devrim muhafızları ordusunda halihazırda yönetiyor. Çünkü bunu müzakereler başlayınca gördük. Devrim muhafızlarından farklı nüanslı açıklamalar gelmişti hatırlayacağınız üzere. Mesela Kalibaf İran Meclis Başkanı hedef gösterilmişti. Hatta İran Meclisi de görevden alınacak tarzında bir takım haberler de vardı. Dolayısıyla burada devrim muhafızları İran'la birlikte kolektif bir Rusya ile birlikte kolektif şekilde aslında çalışıyor. Bu net bir şekilde sahada görüyor. Ben Muhammed Bey'e katılıyorum. Bu konuda gerçek anlamda zaten bu İran'ın yerinin daha fazla güçlendirilmesi açısından da Rusya tarafından desteklenmiş bir strateji. Bu net açık. Təşəkkür edirəm Emrə bəy. Məhəmməd müəllim, sizə də minnətdaram. Dəyərli vaxtınızdan ayırdınız və suallarımızı cavablandırdınız və bizim efir vaxtımız artıq yekunlaşdı. Əziz tamaşaçılar, biz bugün siyasi şərhçi Məhəmməd Əsədullazadə və Türkiyədən bizə Zoom bağlantısı ilə qoşulmuşdu siyasi şərhçi Emre Dinərlə bərabər İran ətrafında baş verən hadisələri müzakirə etdik. Eyni zamanda da Rusiya prezidenti Vladimir Putinin Çinə kritik səfəri ətrafında da müzakirələr apardıq. Elə ekspertlərimiz də bildirirlər ki, əgər ABŞ və İran arasında yeni bir müharibə başlayarsa, bu savaşda Amerika Birləşmiş Ştatları məğlub olacaq. Zaman göstərəcək kim məğlub olacaq, kim qalib olacaq. Siz bizi izləməyə davam edin. Ən son xəbərlərlə və o xəbərlər istiqamətində ən son şərhlərlə sizin qarşınızda olmağa çalışacağıq. Hər axşam bizi izləməyə davam edin. Salamat qalın. Günün ilk xəbərləri və əsas mövzuların təhlili. VUF 13 işini davam etdirir. Dayanıqlı şəhər salma və gələcəyin şəhərləri əsas gündəm mövzularıdır. Putinin Çin səfərinin detalları, hansı sənədlər imzalandı və görüşdə hansı məsələlər ön plana çıxdı? Bakı-Tbilisi qatarı yenidən fəaliyyətə başlayır. İqtisadi və turizm baxımından hansı dəyişikliklər gözlənilir? 21 may
Ümumdünya Mədəni Müxtəliflik Günü. Azərbaycanın mədəniyyətlər arası dialoq və qlobal əməkdaşlıqdakı rolu. Bütün təfərrüatlar 2 saatlıq efirimizdə. Yeni bir səhərdə görüşümüz var. Sabah saat 8-də. Son hadisələr İsrailin ABŞ-nin İrana mümkün hücumuna hazırlıq səviyyəsini artırır.